Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü videomuzda sizə Kenguru Olimpiada məsələləri kitabından 5-6-cı siniflər üçün nəzərdə tutulmuş, çətinlik dərəcəsi ən yüksək olan, yəni 5 ballıq sual izah edərik. Sualımız belədir. Kan plus Ca bərabərdir R-O-O ədədi rebusunda müxtəlif hərflərlə müxtəlif rəqəmlər işarə edilmişdir. Rn minus KG fərqini tapın. Bu məsələnin həlli üçün sualda bizə verilən toplama əməliyyatını biz alt-alta toplama şəklində yazaq və bizdən cavabı soruşulan çıxma əməliyyatını da eyni ilə alt-alta çıxma şəklində yazırıq, cavabını taparıq. Ümumiyyətlə, bu cür məsələlərin həllində həm riyazi, həm də məntiqi yanaşma lazımdır. İlk olaraq alt-alta toplama üçün baxırıq ki, təkliklər mərtəbəsindəki n və a-nın cəmi o-ya bərabərdir. Onluqlar mərtəbəsindəki a və g-nin cəmi o-ya bərabərdir. Məsələnin şərtində bizə verilmişdi ki, müxtəlif hərflər müxtəlif rəqəmlərlə işarə edilib. Bu o deməkdir ki, n və a-nın cəmi ilə g və a-nın cəmi eyni rəqəm, eyni ədəd ola bilməz. Onda biz alt-alta toplamanın bu qaydasını yada salırıq ki, əgər bir mərtəbədə olan rəqəmlərin cəmi 10 və ya 10-dan artıq oldusa, onda bizim orada 10 qədəri yadda saxlayıb, növbəti mərtəbənin bir vahidi kimi onların növbəti mərtəbədəki rəqəmlərin cəminin üzərinə gəlirik. Yəni, burada belə bir vəziyyət yaranır. N plus A bərabər olur 10 plus O rəqəmi. Burada qeyd edək ki, bu 0 deyil. Mötərizədə O hərfidir. Yəni, bizə məsələdə indi 0 və O bir-birinə qarışa bilər deyə bunu qeyd etdik. Sonra G plus A bərabərdir. Biraz əvvəl demişdik. N plus A-dan əlavə olan 10, yəni biz deyimimizlə yadda qalan biri biz A və G-nin cəminin üzərinə əlavə etdik və aldıq 10 plus O. Buradan biz görürük ki, N plus A G plus A ilə bir vahid fərqlidir. Yəni, N plus A-nın cavabı 10 plus O-dur. İndi biz burada yerinə yazsaq, bərabər alarıq. 10 plus O-nun əvəzində alarıq N plus A. Nəticədə hər iki tərəfdən A-nı çıxdıq. Onda G-ni sağ tərəfə keçirsək, N minus G bərabərdir 1 oldu. Yəni bizim N minus G-yə artıq 1 yaza bilərik. Sonra keçdik buradan sonrasına. A plus G də bərabər oldu 10 plus O. Yəni burada növbəti mərtəbə üçün bizim misalımızda yüzlüklər mərtəbəsi üçün bir vahid əlavə qaldı. Yəni K plus 1 bərabərdir R oldu. Buradan da alırıq ki, R minus K bərabərdir 1. Yəni, bizim artıq çıxmamızın onluqlar mərtəbəsi üçün də bir cavabını tapdıq. Və bizim burada cavabımız Rn minus KG bərabər oldu 11-ə. Cavab B variantı.